Salam dəyərli izləyicilər. İndi sizə 9 mart 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş 11-ci sinif buraxılış imtahanının riyaziyyat suallarının icabını verəcəm. Başlayaq ilk sualdan. Kəsişməsi boş olmayan A və B çoxluqları üçün A çıx B fərqli element sayısı 6, B çıx A fərqli element sayısı 4 olarsa, A birləşir B-nin element sayısının ən kiçik qiymətini soruşur. Kəsişməsi boş olmayan, yəni o demək istəyir ki, bizə demək istəyir ki, yəni A ilə B kəsişən çoxluqlardır. Yəni hər ikisinin ortaq elementləri var. A, B. A çıx B fərqli element sayısı, yəni yalnız A-ya daxil olan elementləri verib 6. Yəni burada 6 sayda element var. B çıx A-nın element sayısını verib 4. Yalnız B-yə daxil olan element sayısı 4'dür. Burada 4'dür. Kəsişməyə də x deyirəm. İndi birləşmənin ən kiçik qiyməti soruşduğu üçün birləşmənin ən kiçik qiyməti yazıram. N A birləşir B bərabərdir 6 plus x plus 4. Yəni 10 plus x-ə bərabərdir birləşmə. İndi burada nəyə diqqət etmək lazımdır? Birləşmənin nəticəsi x-dən asılıdır. Ən kiçik dediği üçün və kəsişmə boş olmadığı üçün x-in yerinə 1 yazmalıyıq. Ona görə də n A birləşir B bərabərdir 10 plus 1 11'ə. Yəni doğru cavab burada A variantı. 62-ci sual. 25 çıx 5A ifadəsini vurğulara ayırın. Baxırıq, hər ikisində ortaq olan 5 var. 5'i mütərizə xaricə çıxarsaq, qalır 5 çıx A. 5 vurulsun 5 çıx A. Doğru cavab D variantı. 63-cü sual. Cədvəldəki ədədlərin hansı hissəsi irrasionaldır? Əgər ədədlər n bölünsün n şəkildə yazılması mümkündürsə, buna deyilir rasional. Əks təqdirdə ədədlər olacaq irrasional. Burada m tam ədəddir, n də naturaldır. Baxırıq, pi-ni n bölü n şəklində yazmaq mümkün deyil. Bu irrasionaldır. İrrasional. Köşdə 3 eyni zamanda irrasionaldır. Köşdə 9 3 eləyir. n bölü n şəklində yazmaq mümkündür. Bu rasionaldır. Dövrü kəsirlər. Baxın, bu qarşı dövrü kəsirdir. Qarşı dövrü kəsir, bu rasionaldır. Rasional. Bu yenə irrasionaldır. n bölü n şəklində yazmaq mümkün deyil. Bu rasionaldır. Bu irrasionaldır. Rasional, bu da rasional. Baxırıq, irrasionallar 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə irrasional var. Ümumi ədədlərin say 10 dənədir. 4'ü irrasionaldır. Deməli, onda 4 hissəsi irrasional olacaq. Yəni 0,4. Doğru cavab C variantı. 64-cü sual. İfadəsinin qiymətini tapın. Baxırıq, köklərin dərəcəsi eyni olduğu üçün və vurma olduğu üçün bir kökün altında yazıb hasını tapa bilərik. 11 çıx kökdə 21 vurulsun 11 plus kökdə 21. Bu da bərabərdir. Bizə verir kökün altındakı ifadə bizə verir. A çıx B, A plus B verir. A kvadrat çıx B kvadrat. Yəni 11'in kvadratı çıx kökdə 21'in kvadratı. Bu da bərabərdir. Kök altında 121 çıx 21. Bu da bərabərdir kökdə 100. Buna kök çıxır 10. Doğru cavab A variantı. 65-ci sual. Şəkər çuğundurundan onun kütləsinin 20% qədər şəkər alınır. 80 ton şəkər çuğundurundan neçə ton şəkər alınır? Deməli 20%. 20% nə deməkdir 20%? 5'də 1'i deməkdir. 5'də 1'i. Deməli şəkər çuğundurundan onun kütləsinin 5'də 1'i qədər şəkər alınacaq. 80 ton şəkər çuğunduru olduğu üçün 80'in də 5'də 1 hissəsi bizə 16'nı verəcək. Burada ixtisar gedəcək. Burada 1, burada 16 və nəticə 16 alınacaq. Doğru cavab B variantı. 66-cı sual. Y-in hansı qiymətlərində ədədi silsilənin ardıcıl hədləri olar? Yəni bu A1'dir, bu A2'dir, bu da A3'dür. Biz bilirik ki, burada A1 ilə A3'ün cəmi bərabər olacaq A2 ilə A2'nin cəminə. İndekslərin cəmi baxın 4 olduğu üçün burada 4'dür.
Ona görə A1, A3-ün cəmini A2 üstəgəl A2 yaza bilərik. Bu da 2A2 deməkdir. Yerinə yazsaq, y çıx 2 üstəgəl 6 çıx y bərabərdir. 2 vurulsun modul 3 çıx y-ə. Sol tərəfdə y-lər islah olunacaq. Mənfi 2 üstəgəl 6 4 bərabər 2 vurulsun 3 çıx y-in modulu. 3 çıx y-in modulu bərabərdir 2-yə. Deməli, 3 çıx y bir dəfə 2-yə bərabərdir. 3 çıx y bir dəfə də mənfi 2-yə bərabərdir. Buradan y alınır 1. Buradan isə y alınır 5. Deməli, y-in 1 və 5 qiymətlərində. Doğru cavab D variantı. 67-ci sual. İki kürədən birincinin həcmi ikincinin həcmindən 27 dəfə böyükdür. Birinci kürənin səthinin sahəsi ikinci kürənin səthinin sahəsindən neçə dəfə böyükdür? Deməli, V1-in V2-yə nisbəti verib 27. Kürələr oxşardır. Oxşar kürələrin həcmləri nisbəti oxşarlı əmsalın kubuna bərabərdir. Yəni 27 bərabərdir K kubuna. K da bərabərdir 3. Oxşarlı əmsalı 3 tapdıq. İndi kürələrin səthinin sahəsi S1-in də S2-yə nisbəti olacaq. Oxşarlı əmsalın kvadratı olacaq. Oxşarlı əmsalı 3 olduğu üçün 3-ün kvadratı nəticə olacaq 9. Doğru cavab B variantı. 68. Bərabərsinin ən böyük və ən kiçik tam həllərin hansını tapın. Baxırıq, bu bərabərsini ödəyən ən böyük tam həlli 5-dir. Ən kiçik tam həlli də mənfi 5-dir. Bizdən bu ikisinin hansını soruşur. O da olacaq mənfi 25. Doğru cavab Y variantı. 69-cu sual. İki perpendikulyar müstəvinin birindən 2 cm, digərindən isə 4 cm məsafədə yerləşən nöqtədən bu müstəvilərin kəsişmə xəttinə qədər olan məsafəni tapın. Deməli, bu şəkildə olsun. İki perpendikulyar müstəvinin sadəcə tillərini çəkirəm burada. Burada hər hansı bir nöqtə seçirəm. A nöqtəsi. A nöqtəsindən müstəvinin birinə qədər olan məsafəni bizə verib 2. Digərinə qədər olan məsafəni bizə verib 4. Bizdən A nöqtəsindən müstəvilərin kəsişmə xəttinə qədər olan məsafəni soruşur. Yəni, buranı soruşur. Bu olacaq D deyirəm. İndi 90, 90, 90 demək burada 90'dır. Burada alınır düzbucaqlı. Bura 2 olduğu için burada 2'dir. İndi bu düzbucaqlı üçbucaqdan bizdən elə bir ki, hipotenuzu soruşur. Hipotenuzun kvadratı bərabərdir. Katetlərin kvadratları cəmi. D kvadrat bərabər 4 plus 16'ya. D kvadrat bərabər 20'yə. D kvadrat bərabər 4 vur 5'ə. D bərabər kök alsaq 2 kökdə 5. Yəni, burada doğru cavab C variantı. 2 kökdə 5'ə bərabərdir. 70-ci sual. X ştrix bərabərdir x plus 4 və y ştrix bərabərdir y plus 1 düsturlarla verilən paralel köçürmədə mənfi 3, 2 nöqtəsi hansı nöqtəyə çevrilər? Baxın, x-i verib mənfi 3. Burada x-in yerine mənfi 3 yazırıq. Y də verib 2, y-in yerine 2 yazırıq. X ştrix bərabərdir. Mənfi 3 plus 4 olacaq 1. Y ştrix bərabərdir 2 plus 1 olacaq 3. Və nöqtə olacaq 1, 3 nöqtəsi. Doğru cavab Y variantı. 71-ci sual. Diaqonalların sayı 9 olan qabarıq çoxbucağlının tərəflərinin sayını tapın. Deməli, tərəfi n olan qabarıq çoxbucağlının diaqonal sayısı n vurulsun n çıx 3 böl 2 düsturunun hesablanır. Onu da verib 9. N vurulsun n çıx 3 bərabərdir 18'ə. N kvadrat çıx 3n çıx 18 bərabərdir 0. Bu da n çıx 6, n plus 3 deməkdir. Bərabərdir 0'a. Hasil 0'sa ən azı biri 0'dır. n6, n mənfi 3. Bizdən də müsbət lazımdır. Çünki tərəf soruşur. n6'dır. Doğru cavab D variantı. 72-ci sual. Loqaritm 2 əsasdan 14'ün kvadratı çıx 10'un kvadratı bölü 24 ifadəsinin qiymətini hesablayın. Əvvəlcə nəyə baxırıq? 14'ün kvadratı çıx 10'un kvadratı. Bu bərabərdir. 14 çıx 10, 14 plus 10. Bu da bərabər 4 vurulsun 24. Gətirib yenə yazsaq, loqaritm 2 əsasdan 4 vur 24 bölünsün 24. 24'lər ixtisar gedəcək və burada qalır loqaritm 2 əsasdan 4. Bu da bərabərdir. Loqaritm 2 əsasdan 4 2'nin kvadratıdır.
Loqaritmin xassəsinə görə buradakı 2 gələcək qabağa. 2 loqaritm 2 əsasdan 2. Loqaritm A əsasdan A 1 deməkdir. 2 əsasdan 2 1 deməkdir. 2 vurulsun 1 nəticə olacaq 2. Doğru cavab 72-də C variantı. 73-cü sual. A parametrinin hansı qiymətlərində sinus x bərabərdir A çıx 1 böl 2 tənlinin həlli var. Deməli, A çıx 1 böl 2 1 ilə -1 arasında yerləşməlidir. Çünki sinusun maksimum qiyməti 1-dir, minimum qiyməti də -1-dir. Hər tərəfi 2-yə vursam, -2, kiçik bərabər A çıx 1, o da kiçik bərabər 2. Hər tərəfin üzərinə 1 gəlsə, burada -1, burada A, burada isə 3 alınır. A yerləşir -1 ilə 3 arasında. -1, 3 parçası. Doğru cavab D variantı. 74-cü sual. Uyğun tərəfləri paralel olan iki bucaqdan biri o birinin 80%-ni təşkil edir. Böyük bucağın dərəcə ölçüsünü tapın. Deməli, 80% nə deməkdir? 80% 5-də 4 deməkdir. Yəni, birinə mən 5x desəm, digəri olacaq 4x. Müxtəlif adlı olduğu üçün cəmləri, yəni 5x ilə 4x-in cəmi 180 olacaq. 9x bərabərdir 180-ə, x alınır 20 dərəcə. Bizdən böyük bucağı soruşur. 5-i 20-yə vuranda 100 dərəcə. Yəni, burada doğru cavab 100 dərəcəyə bərabərdir. 71-ci sual. Qoşma kompleks ədlər olarsa, x və y həqiqi ədlərin cəmini tapın. Deməli, z1 bərabərdir 9 çıxılsın, x vurulsun. Y-nin qüvvəti 4-dən böyük olanda qüvvəti 4-ə bölüb qalığı götürmək lazımdır. Y üstü 5 bərabər olacaq, y üstü 1, yəni i. Yəni, x vurulsun i-yə. Z2 bərabərdir. Y üstəgəl. Y üstəgəl. Y üstü 35. 4-ə bölsəm i kubu, bu da olacaq mənfi i. Yəni, olacaq mənfi 6i. Bu da olacaq y çıx 6i. İndi, bunlar qoşma kompleks ədlərdirsə, deməli, Z1-in qoşması Z2-ni verməlidir. Z2-ni. Deməli, Z1-in qoşması olacaq 9 plus x vurulsun i-yə. Bərabərdir Z2. Y çıx 6i. Buradan artıq görünür ki, y-imiz 9-dur, x-imiz də -6-dır. X plus y cəmi olacaq. -6 plus 9 nəticə olacaq 3. Yəni, doğru cavab burada 3-ə bərabərdir. 76-cı sual. İfadəsini sağlaşdırın. Burada nəyə fikir etmək lazımdır? Bu ikini qruplaşdırsam, 4 sinus kvadratı alfa, üstəgəl 4 kosinus kvadratı alfa çıxılsın. Bu bizə verir 1 bölünsün kosinus kvadratı alfanı. Vur kosinus kvadratı alfa. Bərabərdir. Bunlar ixtisar gedəcək. 4-ü mütərizə xaricinə çıxarsaq, sinus kvadratı alfa plus kosinus kvadratı alfa çıx 1. Bərabərdir. Sinusla kosinusun kvadratları cəmi 1-dir. 4 vurulsun 1 çıx 1. 4 çıx 1 nəticə olacaq 3. Yəni, doğru cavab burada 3-ə bərabərdir. 77-ci sual. Tənliyini həll edin. 3 vurulsun 5x üstəgəl 5x plus 1 yazırıq. 5 vurulsun 5x şəklində. Bərabərdir 200-ə. Alınır 8 vur 5x bərabərdir 200-ə. 5x bərabərdir 208-ə böləndə 25 və x alınır 2. Yəni, doğru cavab burada 2-yə bərabərdir. 78-ci sual. İfadəsini sağlaşdırın. Birinci kəsin sürəti bizə verir x çıx 1-in kubu. Bölünsün. Məxrəcdə 2-ni mütərizə xaricdən çıxarsam, x kvadrat çıx 1 alınır. Vurulsun tərsi. X plus 1. Bu ifadə də bizə verir x çıx 1-in kvadratı. İndi baxırıq. Burada ixtisarlar gedəcək. Burada 1. Burada qalır x çıx 1. X çıx 1. Və bu da bərabərdir. Sürətdə alınır x çıx 1 ilə x plus 1-in hasili. Məxrəcdə də 2 vurulsun x çıx 1, x plus 1 alınır. Bunlar da ixtisar gedəcək və cavab qalır 2-də 1. Yəni 0,5. Doğru cavab 78-də 0,5-ə bərabərdir. 79-cu sual. Deyir ki, ad zalında hər sıradakı yerlərin sayı sıraların sayından 8 vahid çoxdur.
Bu zaldakı yerlərin ümumi sayı 384 olarsa sıraların sayını tapın. Deməli, sıraların sayına x desəm, x bir sırada yer sayı olacaq x plus 8. X sıra olduğu için yerlerin sayı x vurulsun x plus 8 olacaq. Bərabərdir 384'e. X kvadrat plus 8x bərabərdir 384. Hər tərəfə 16 əlavə etsəm, x kvadrat plus 8x plus 16 bərabərdir 400. Sol tərəf tam kvadratdır. X plus 4'ün kvadratı bərabərdir 400'e. Burada iki hal mümkündür. X plus 4 bərabərdir 20'ye. X plus 4 bərabərdir mənfi 20'ye. Buradan x alınır 16. Buradan ise x alınır mənfi 24. X sıra olduğu için mənfi ola bilməz. Doğru cevap burada 16'ya bərabərdir. Sıraların sayını soruşur, cevap 16'dır. 80. sual. ABCD düzbucaqlısının B təpəsindən AC diagonalına BM perpendikular çəkilmişdir. AM'i bizə verib 9, MC'ni 16 verib. Bizdən soruşur düzbucağlığın sahəsi. Düzbucaqlı olduğu için B bucağı 90 dərəcədir. Burada H deyirəm. Baxırıq, ABC düzbucaqlı üçbucaqdır. Düzbucaq təpəsindən çəkilmiş hündürlüyün kvadratı bərabərdir hipotenuzun ayrılıq hissələrin hasili. Yəni 9 vur 16'ya bərabərdir. H kvadratı bərabərdir 144'e. H alınır 12. Düzbucaqlığın sahəsi ABCD bərabərdir 2 vurulsun S üçbucaq ABC'ye. Bu da bərabərdir 2 vurulsun üçbucaq ABC'nin sahəsi AC vurulsun BM'in yarısı. Bu da bərabərdir 2'lər gedir. AC vur BM. AC H'da 12 tapmışıq. BM də üzr istəyirəm. BM H'dır. BM H'da 12'dir. AC də 9'dan 16'nın cəmi 25. Bu da bərabərdir 300. Yəni doğru cavab burada 300'e bərabərdir. 81. sual. Deyir ki, supermarketdə keçirilən uduş kampaniyası çərçivəsində müştəriyə hər birində 5 AZN, 10 AZN, 20 AZN dəyərində alış-veriş kuponlardan yalnız biri olmaqla 28 zərf təqdim olunur. 20 AZN'lik kuponların sayı 10 AZN'lik kuponların sayından 2 dəfə az, 5 AZN'lik kuponların sayından isə 16 ədəd azdır. Müştərinin təsadüfi seçdiyi 2 zərfdəki kuponların ümumilikdə 30 AZN dəyərində olması sayəsinin ehtimalını tapın. Deməli, 5 AZN, 20 AZN, bir də 10 AZN. 10 AZN kuponlar var. İndi deyir ki, 20 AZN'lik kuponların sayı 10 AZN'lik kuponların sayından 2 dəfə az. Yəni 20 AZN-ə mən x desəm, burada olacaq 2x. 2x. Və 5 AZN-lik kuponların sayı 16 ədəd azdır. Deməli 5 AZN-lik kuponların sayı olacaq x plus 16. Bunların cəmi bizə verməlidir 28'i. Bunların da cəmi 4x üstəlik 16 deməkdir. Bərabərdir 28. 4x bərabərdir 12'ye. X alınır 3. Deməli 20 AZN-lik 3 dənədir. 10 AZN-lik zərf 6 dənədir. Yerdə qalır 19 dənəli də 5 AZN-lik kupondur. İndi deyir ki, 2 dənə zərf seçiləcək. Ümumi zərflərin sayı 28'dir. Bütün halların sayı olacaq kombinasyon 28'dən 2. Bunu yazdıq. Bizə lazım 55 halların sayı. Deyir, ümumilikdə 30 AZN dəyərində olması ehtimalını tapın. Deməli ki, zərf seçməliyəm və dəyər də 30 AZN olmalıdır. Deməli, bir dənə seçməliyəm 10 AZN-dən, bir dənə seçməliyəm 20 AZN-dən və nəticə olsun 30 AZN. Deməli, 20 AZN-lik kuponların sayı 3 dənə olduğu üçün 3'dən birini seçirəm. 10 AZN kuponların sayı 6'dır. 6'dan birini seçirəm. Bu da bərabərdir 6 vur 3 bölünsün kombinasyon 28'den 2. Bu da 28 vur 27. 2 vur 1 deməkdir. Bu da bərabərdir. 2 ilə 28 qısa gedir. 1 burada 14. Və qalır sürətdə 6 vur 3. Məxrəcdə 14 vur 27. İndi burada da
6 ilə 14'ü iksar edirəm. 2'ye. Burada 7, burada 3. 3 dəfə 3, 9. 3, 3. Yəni 9'lar iksar gələcək 27 ilə. Burada 3 qalacaq, burada da 1 qalacaq. 1 bölünsün 21. Yəni cavabımız olacaq 20'də 1 ehtimal. 82-ci sual. ABC üçbucağının AB və AC tərəfləri mərkəzi O nöqtəsində olan çevrəyə uyğun olaraq K və C nöqtələrində toxunur. Bucaq ABC 40 dərəcə olarsa, KMC göğsünün dərəcə ölçüsünü tapın. Burada nəyə baxırıq? O mərkəz olduğu üçün və BC toxunan olduğu üçün, daha doğrusu BC diametri deyil əslində, BC kəsəndir. BC kəsən və OC radiusdur. AC-də toxunan olduğu üçün OC AC-yə toxunma nöqtəsində perpendikular olacaq. Yəni bura 90'dır. ABC-ni 40 dərəcə verir. Bura 40 olduğu üçün bura 50 dərəcə olacaq. Bura 50. İndi O nöqtəsindən K nöqtəsini birləşdirsən, burada olacaq 90 dərəcə. Bura 90 dərəcədir. Burada X deyirəm. Baxın, A, C, O, K 4 bucaqlıdır. Daxili bucaqların cəmi 360 olması lazım. X üstəgəl 50 dərəcə, üstəgəl 90 dərəcə, üstəgəl 90 dərəcə. Bərabər 360 dərəcəyə. X plus 50 dərəcə ya da hamısını birləşdirək. Hamısının cəmi 230 dərəcə bərabər 360 dərəcəyə. X bərabər 130 dərəcə. Yəni doğru cavab da 130 dərəcəyə bərabərdir. 83-cü sual. Açılışı şəkildə verilmiş düzgün piramidanın tam səthinin sahəsi 360 olarsa, apofemin uzunluğunu tapın. Baxırıq, oturacağın sahəsini verib 100. Düzgün dediği üçün oturacağı kvadratdır. Deməli, A kvadrat 100'dürsə, A olacaq 10. Tərəf 10'dur. Hər tərəf 10'dur. İndi, oturacaq 100'dürsə, 360'dan mən 100'ü çıxıram, olur 260. 260 yan səthidir. Deməli, yan səthdə düzgün piramida olduğu üçün 4 dənə oradakı eyni üçbucaqdan ibarətdir. 4 dənə eyni üçbucaqdan. Ona görə birinin sahəsini tapıb, apofema mən L desəm, birinin sahəsi L vur onun yarısıdır. Bunu mən 4'ə vursam, bizə verəcək yan səthini, yəni 260'ı verəcək. Burada 4 ilə 2 ixtisar gedəcək. Burada 1, burada 2. L vurulsun 20 bərabər 260'a, L alınır 13. Deməli, apofem 13'ə bərabərdir. Növbəti sualımız 84-cü sual. Cədvəldə bir qrupdakı tələbələrin boylarının uzunluqlarına görə sayları haqqında məlumat verilmişdir. Bu qrupda boyu 170 cm-dən çox olan onların sayını tapın. Baxırıq. 170 cm-dən az olanların sayı y plus 3x bərabərdir 21'ə. Boyu 170'dən çox olanların sayı 2y plus x bərabərdir 17'yə. Bizdən oğlan sayı soruşduğu üçün, yəni bizə y lazımdır. Birinci tənli olduğu kimi saxlayıram. İkinci tənlinin hər tərəfini mən mənfi 3'ə vursam, mənfi 6y, mənfi 3x, mənfi 51'ə bərabərdir. Toplasam, tərəfə mənfi 5y bərabərdir mənfi 30'a, y alınır 6. Y 6'dır. İndi deyir ki, boyu 170'dən çox olan onların sayı, yəni 2y soruşur. 2'ni 6'ya vuranda 12. Yəni doğru cavabı da 12'yə bərabərdir. 85-ci sual. AMN nöqtəsi funksiyasına uyğun parabolun təpə nöqtəsidir. Bu funksiyanın qrafikinin apsixona, koordinat başlanğıcına və orinə toxuna nəzərən simmetrik çevrələrindən alınan parabolların təpə nöqtələri uyğun olaraq BC və D nöqtələridir. ABC'də dördbucaqlısının perimetrini tapın. Baxırıq. Əvvəlcə bu parabolun təpə nöqtəsini tapaq. Y bərabərdir x kvadrat çıx 8x plus 16 plus 2 yazıram. Bu tam kvadratdır. Yəni bizə verir x çıx 4'ün kvadratı plus 2. Deməli AM'nin nöqtəsi olacaq A4 2. Yəni təpə nöqtə x'i 4, y də 2'dir. 4 2. İndi birinci deyir ki, apsixona nəzərən. Apsixona nəzərən deyirsə, deməli təpə nöqtəsinin ordinatı yerində ordinatı işarəsini dəyişəcək, apsis yerində qalacaq. Yəni 4 mənfi 2 olacaq. 4 mənfi 2 olduğu üçün deməli B nöqtəsi burada olacaq. Bura mənfi 2'dir. Bu B nöqtəsidir.
İndi sonra deyək ki, koordinat başlanğıcına görə. Yəni o 0, 0. Koordinat başlanğıcına görə dediyi üçün bunlar hər ikisi işarəsi dəyişəcək. -4, -2 olacaq. -4, -2 olduğu üçün nöqtə arası burada bir yerdə olacaq. Olacaq C nöqtəsi. C nöqtəsi. Sonra deyirik ki, ordinat oxuna nəzərən, OY oxuna nəzərən. Ona görə OY oxu dediyi üçün x işarəsini dəyişəcək, y sabit qalacaq. Yəni -4, 2 olacaq. -4 ilə 2 arası burada bir yerdə olacaq. Bu da D nöqtəsi. Bu da -2. Üzr istəyirəm, -4. Bura -4. Belə bir düzbucaqlıq alınır. Bunun perimetrini soruşur. Baxaq indi bura. Bu hissə 4'dür, bu hissə 4 olduğu üçün uzunluğu olacaq 4-ün 4-ün cəmi 8. Burada 2'dir, burada 2'dir məsəl olaraq. N də olacaq 4. Perimetri bərabər 2 vurulsun 4 bölü 8. 2 vur 12, nəticə olacaq 24. Soruların izahatı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.